2. Böyük qumar oyunları artıq yaxınlaşırdı. Bunu özüm üçün bir fürsət kimi görürdüm. Bilirsiniz, düşmənlərimi əzmək üçün hər şeyə hazır idim. İdmanda, udanda sizi alqışlayırlar, uduzursuz yenə alqışlayırlar. Qumardasa tamam başqa cürdür. Rəqibinizi udsaz da, hətta məğlub olsaz da, heç kim sizi alqışlamayacaq. Yalnız və yalnız lənətlənəcəksiniz. Şamilin sayəsində həbsxanadan çıxmışdım. Bu demək deyildi ki, o nə desə eləyəcəkdim. Bəzilərinə bu nankorluq kimi görünə bilər. Amma Şamil mənə ömürlük gizlənməyi təklif eləyirdi. Mən bundan imtina elədim. Və qumar dünyasının qladiatorları ilə döyüşmək üçün Yunanistanın Rodos adasına getdim. Rodosa yola düşərkən anladım ki, yenə getdikcə evdən uzaqlaşıram. Təhlükəli günlər idi. Təkcə polis və xüsusi xidmət orqanları deyil, həm də amansız terrorçular və qan içən mafiya dəstələrinin üzvləri də mənim ətrafımdaydılar. Bəlkə bu qumarın sehri idi, bəlkə də qisas hissi idi, bilmirəm. Görünən o idi ki, hansısa gözə görünməz qüvvə məni güclü qumarbazların arasına aparırdı. Həmin vaxt anladım ki, oğluma yaxşı ana ola bilməyəcəm. Mən övlad böyüdən ana vəzifəsinə layiq deyildim. Mən dünyanın ən təhlükəli qadınlarından biri idim. Ürəyimi qumarın sehrinə satmışdım. O vaxt mən bilmirdim ki, Rusiya xarici kəşfiyyatı böyük bir xüsusi əməliyyata başlayıb. Mən bunu hardan biləydim? Nəinki mən, heç Şamil də bunu bilmirdi. Gelin, evinize yeni bir soluk getirin. Değerli seyirciler, yurt içi haberleriyle programımıza devam ediyoruz.
Merhaba Kübra Türk Yılmaz. İngiltere gündeminden en önemli başlıklardan bir tanesi Türkiye ile yapılması planlanan ticaret anlaşması. Hatırlanacağı üzere Brexit'le beraber geçtiğimiz yıllarda İngiltere Avrupa Birliği'nden ayrıldı. Ardından da hemen ardından da Türkiye ile bir ticaret anlaşmasına imza konulmuştu 2020 yılının başında. Ancak bu ticaret anlaşmasının kapsamı çok geniş değildi. İşte bu çerçevenin daha da arttırılması planlanıyor iki ülke arasında. Şimdi İngiltere özellikle hizmetler ve dijital ticaret alanında Türkiye'deki pazarını genişletti. Eşidirəm. Artıq oteldəyəm. Sənə 20-yə yaxın ünvan göndəriləcək. Hamısını yoxla. Başa düşdüm. Heç bir halda silahdan istifadə eləmə. Xüsusilə də Amerikalılara ilişmə. Oldu. Alo, mən eşidirsən? İstanbul'da silahlı çatışmada Amerika Birleşik Devletleri vatandaşı Bağdat Caddesi'ndeki bir apartmanda Bir dakika. vurularak öldürüldü. Ölen kişi büyükelçilik çalışanı diye tahmin edilmiş. Ancak bir Amerikan ticaret şirketinin temsilcisi olduğu söyleniyor. Ocak ayında 16 Əgər Şamil İstanbulda birini öldürsə, sən də ora getsən, bu Amerikalılar üçün bəhanə olacaq. sendikalaşma da olmadığı için Lənət olsun. Nə olub? onlar sahipsiz. Yani aslında Bu Asian'dı. özel sektör çalışanları Amerikalını vurub öldürüblər. Mərkəzi Kəşfiyyatın Asiya üzrə kuratorunu. Silah sesini duyan komşular polise haber verdi. Polise göre kiralık eve susturuculu tabancayla profesyonel bir katil saldırdı. Merhum kendini savunmak için tabancasından sadece tek kez ateş etmiş. Değerli seyirciler, Məlumatı dəqiqləşdirmək lazımdır. Əlavə sübutlar və təlimatlar göndəriləcək. Bildim. Sənə deyilənədək oteli tərk eləmə. Oldu. Mən cəhənnəmin ortasındayım.
Anna. Uğurlar olsun. Anna. Bir buna bak. Mən dahiyəm. Qumar dahisi. Nə olub, Marta? Fikirləşdin ki, dəli olmuşam? Ona görə qaçıb gəldin? Yox, Marta, mən sağlamam. Gəl. Hə, gəl görüm. Niyə dayanmısan? Otur. Nəsə baş verib? Danış. Ecini öldürüblər İstanbulda. Kim öldürüb? Qatil hələ müəyyən olunmayıb, amma deyirlər Şamildir. Şamil? Yunanistana getməkdən imtina eləyin. Bu səfər sizin üçün çox təhlükəlidir, xanım. Mənim Baden-Baden'də lənətə gəlmiş Şamili məhv etməyə imkanım var idi. Ona sizi öldürmək əmrini veriblər. Onların əmri vecimə deyil. Məni başa düşdün? Deməli, Xanım, xüsusi xidmət orqanları yalan deyiblər. əgər Lalə də oyuna gedirsə, onda belə çıxır ki, bu tələdir, xanım. Nə? Sən niyə mənə inanmırsan? Niyə onlardan qorxmalıyam? Niyə mənim əsəblərimi pozursan? İnanın ki, heç kim Şamili tuta bilməz. Hətta təhlükəsizlik xidmətinin əməkdaşını da öldürdü. Mən Almaniyada onu tələyə saldım. Şamil bu tələyə düşməz deyib, planımı ciddiyə almadılar. Nəticəni gördün. Şamilin təhlükəli olduğunu etiraf eləməlisiniz. Bəs mən? Mən təhlükəli deyiləm? Hamınız öləcəksiniz. Əcəlinizdən 3 gün əvvəl öləcəksiniz. Çünki siz acizsiz. Beyinsiz axmaqlar yığını. Şamili və sevgilisini məhv eləyəcəm. 2 qat qisas alacağım. Onda görəcəksiniz. Əslində kim kimdir. Yola düşürük. Elə indi. Biletləri neyniyək? Cəhənnəm olsun biletlər. Alçaq qatil bilir ki, biz buradan Romaya, oradan da Rodos'a gedirik. Aydındır, yaxşı, bəs onunla neyniyək? Yaşlı qadını akvaryum gözləyir. Ha, eşidirəm Şamil. De görüm özünə gəldin? Ha, gəldim. Şamil, Amerikalını öldürdüyün üçün sağ ol. Laləni yadından çıxar. Bir də onun adını dilinə gətirmə. Deyirdin kart oynasa onu öldürəcəksən. Sözün üstündə duracaqsan? Sən mənasını başa düşməmsən. Hər deyilən olunsaydı, bütün analar övladlarını öldürərdilər. Demək, Lalə Rodos'a gedəcək.
Yakutsa onu himayəsinə götürüb. Mən batan gəmidəki sərnişini xilas eləyə bilərəm. Amma onu xilas eləmək üçün gəmini qəsdən batırmamışam. Sözün qısası, Ketrini öldür. Yaxşı? Laləni də Rodosa buraxma. Sonra bizim yollarımız ayrılır. Bunu deməsən də bilirəm. Ketrin ölsə, mafiya bir qadına görə göz yaşı axıtmayacaq. Fikrimi niyə dəyişdiyimi indi başa düşürsən? Nə vaxt görüşəcəyik? Nədir, məni də öldürəcəksən? Buna nə vaxtın, nə də imkanım var. Qorxursan? Qorxsaydım bu yolu seçərdim. Qulaq as, bir yol seçənə igid demək olmaz. Önəmli olan məqsəddir. Görüşərik Şamil, tələsmə. Qorxaq. Alo, eşidirəm şef, danışın. Yaponlar üçün oynayan qadın Lalədir. Başa düşdüm. Başqa? Fokusçunun onu udub-uda bilməyəcəyini öyrənin. Yaxşı? Yaxşı. Başqa nə isə öyrənməliyik, şef. Əgər 10 milyon mükafat itirsək, Hə? oyuna qoyduğumuz pulları itirsək, başınla vidalaş. Oldu, şef. Əlimdən gələni eləyəcəm. Onda sağ ol. Çanta hardadır? Ağacın altında. Özünüz götürərsiniz. Kalaşnikov və qumbar atanlar nə oldu? Onlar yoxdur. Mənə çatdıra bilmədilər. Biz belə razılaşmamışdıq. Polis araşdırmalarını gücləndirib. Bu mümkün deyildi. Bəs nə var? 2 tapanca və 60 güllə. Tapdığım budur. Azdır. Amma götürəcəm. Oldu. Dayan. Türkiyəli Elif Hançar adlı qadını axtarıram. O indi bu adadadır. Tapmaq lazımdır. Sadəcə ünvanını tap. Özünə heç nə demə. 20.000 dollar verəcəm. Hesab eləyin tapmışam. Bəlkə o oteldə deyil, villaları və bütün kirayə evləri axtarmalı olacaqsan. Tərpən.
Ofisdə heç kim yoxdur. Ofis işləmir. Ejini sən restorana dəvət eləmişdin? Burada görüşdüyümüzü ikimizdən başqa heç kim bilmirdi. Mən yox. Sən özün ifşa olunmusan. O sən gedəndən sonra gəldi. Menüyə baxmağa belə vaxtım olmadı. Bəlkə məni izləyirdilər, bəlkə də səni. Amma heç kim məndən görüşmədi, heç zəng də eləməyiblər. Artıq nə görüşə, nə də zəng eləyə bilər. Ha? Qoy Tanrı günahlarını bağışlasın. Oyun gərgin olacaq, cənab David. Lalə ilə cadugar Ketrini məğlub eləyə biləcəyinə şübhə eləyirlər. Bədəxşan da şübhə eləyirdi. Dedim ki, Laləni daha əvvəl məğlub eləmişəm. Harda oynamısınız? Səmərqənddə. Özbəkistana gedəndə onunla oynamısınız? Mən nə demişdim? Cənab Bron, elə yaxşı ki oynamışam. O, gözlədiyim qədər güclü deyil. Onu udmaq olar. Mən indi Ketrinin metodlarını öyrənirəm. Lalə həqiqətən sənə məğlub olub? Heç-heçə. Bir dəfə o uddu, bir dəfə də mən. Ha, bir də Ejin öldürülən yerdə sən də var idin? Yox. Rodosa nə vaxt gedəcəksən? Sabah yox, biri gün. Siz Lalənin oğlundan mozaika tapmacasını soruşmaq üçün psixoloq göndərmisiniz? Göndərmişik. Ejin öldü, cənab David. Şamili görəndə xəbər vermək üçün bir planın var? Yəqin ki var. Oyundan əvvəl dəqiq bilinəcək. O adam uşaqla nə vaxt görüşəcək? Bugün. Bağışlayın. Kim lazımdır? Salam. Salam. Mən psixoloqam bacı. Hə. İbtidai siniflər axtarırdım. İkinci, üçüncü siniflər bu tərəfdədirlər. Birinci siniflər isə bu tərəfdə. İkinci mərtəbəyə qalxın. Çox sağ olun bacı. Buyurun. Mənə mozaika tapmacasının şəkli lazımdır. İkinci variant. Adamımız uşağı razı salacaq. Şəkilləri sənə göndərəcəm. Rənglərdə gizlənən rəqəmsal xəritəni yalnız mən başa düşürəm. Arxayın olun, cənab David. Məni Svetlananın pulları yox, ölkəmin taleyi maraqlandırır. Əmin olmaq istəyirdim ki, oğlanın göstərdiyi tapmacada heç kim xəritəni öyrənməyib. Heç kim öyrənməyəcək. De görüm, qumardan qazandığın pulları Bədəxşana öz əllərinlə verəcəksən? Heç nə demək mümkün deyil. Ola bilsin gözləmədiyimiz halda vasitəçi alıb aparsın. Bəlkə də mənə ünvan deyəcəklər. Həm nağd pullara, həm də bank köçürmələrinə biz nəzarət eləyəcəyik. Əlbəttə. Pulun izini itirməmək üçün sənin köməyin lazımdır. Eləyərəm, amma həyatıma təhlükə olmasın. Heç bir təhlükə yoxdur. Şamili Amerikalılar öldürəcək. Sənin işin pulun qoyulduğu çantaya və ya konteynerə çip quraşdırmaq olacaq və salam. Deməli super agent olacağım, hə? Keçən dəfə mən səni satqın adlandırdım. Bundan incimədin. Yəni demək istəyirsən ki, mən əslində super agent yox, satqınam? Sən bir şeyi başa düşmürsən. Nəyi? Xırda xəyanət səni məhv eləyəcək. Ya satma, ya da bir dəfəlik sat.
Şamili də? Şamil səni niyə güllələmədi? Səs yazısını yaymaqla həm bizə, həm də Bədəxşana işləməsini ifşa eləyəcəyini demişdin. Ha, bunu demişdim, düzdür. Fikirləş, cənab David. Şamil bundan nə vaxta qədər qorxacaq? Əgər güllələnsən, sənin adamın səs yazısını internetə yerləşdirərdi. Bədəxşan, Şamilin massada satıldığını bilsə, bütün plan pozulardı. Nə demək istəyirsən, başa düşmədim. Şamil Rodosda düşmənlərindən qisas alacaq və Lalə ilə qaçacaq. Bədəxşandan da qurtulacaq. Beləliklə sizin səs yazınız Rodosdakı oyuna qədər etibarlıdır. Sən elə düşünürsən? Səs yazınız Rodosdakı oyundan sonra əhəmiyyətini itirəcək. Bu o deməkdir ki, Şamil oyundan sonra səni vuracaq. Ona görə də Şamilin sirrini Bədəxşana de, cənab David. Nə qədər ki, çox gec deyil. Bugün? Yox, hələ tezdir. Oyundan əvvəl Bədəxşana de ki, Şamilin xəyanətindən xəbərin var və bunu sübut eləyə bilərsən. Sözündə həqiqət var, Bron. Onda onlar Şamilə əmr eləyəcəklər ki, səni vurmasın. Bədəxşana sənin kimi şahid diri lazımdır. Bəs niyə bunu özün eləmirsən? Axı hər şeyi bilirsən. Biz sübut təqdim eləməklə Bədəxşana xidmət eləmək istəmirik. Biz onun izinə düşüb kökünü kəsmək istəyirik. Başa düşdüm. Ketrin barədə narahat olma. Onun koordinatlarını tapıb Şamilə xəbər ver. Əgər Ketrin öldürülsə, sənin bir güclü rəqibin qalacaq. O da Lalədir. Səndə qəribə bir güc var. Bunun nə olduğunu bilirsən? 1-ci sinifdə oxuyursan. Amma 10-cu sinif şagirdi kimi fikirləşirsən. Bu sənə problem yarada bilər. Bunu başa düşə bilirsən, hə? Mən hərdən müalicə olunuram. Sənin beynin elə stres keçirir ki, heç müalicə də təsir eləmir. Bunu sənə isbat edeyim? Aha. Mənə dedilər ki, sən rəngli daşlardan tapmacalar düzəldə bilirsən. Mozaika tapmacası səni narahat edir. Sən bunu bilmirsən. Çalış içindəkini çıxar, Pərviz. Səni incidəcək heç bir sir saxlama. Siz kimsiz dayı? İxtisasca psixoloqam. Və sənin dostunam. Nəsə sizə inanmıram. Sən mənə inan. Biri sənə 2 tapmaca öyrədib. Onlar da beynini yükləyir. Birincisini eşitdim. İkincisi nədir? Onu sizin bilməyiniz vacib deyil. Bəli, elədir. Bəs ikincini gizli saxlamağın nə mənası var, Pərviz, hə? Mənə göstərsən, bunun sənə necə zərər verdiyini izah eləyərəm. Sonra həkimə də getməyə ehtiyac olmayacaq. İynə dərmandan da canın qurtulacaq. Onlar sənin nəyinə lazımdır? Yadımda deyil. Nə vaxt yadına düşəcək? Səndən ötürü bura qayıdaram. Bazar ertəsi. Hansı bazar ertəsi? Gələn həftə? Aha. Yaxşı. Mənə Ketrinin üsulları haqqında əlavə məlumat lazımdır. Məlumatı alacaqsan. 11 ilimi Avropa kazinolarında keçirmişəm. Qulaq as. Əgər Ketrin ölsə, oyun dayanacaq?
Futbol topu cırılanda çempionat təxirə salınır. Yox. Alo, Cənab Brown, tapmacanın ikinci variantı da var. götürdün? Bugün götürə bilmədim. Bazar ertəsi. Bazar ertəsi? Hə. Niyə? Uşaq belə dedi. Bildim. Sağ olun. Nə olub? Bədəxşan sənə Rodosdakı oyunun vaxtını dedi? Dedilər ki, dəqiq yeri və tarixi hələ sirdir. Bizdə olan məlumata görə bazar ertəsi. Elə indi dedilər? Yox. Pərviz, ev tapşırığını eləmisən? Hə, Mən gecə tez yatmışdım. Birdən köçürüm. Gəl. Alo. Mən sizi gözləyirəm, senyor. Bağışlayın. Bəy. Tez bura gəl. Hara? Öz ofisinə. Nə? Mən ora gələ bilmərəm. Onda özün əlaqə saxlamalıydın. Buna imkan olmadı. Hər yerdə iz buraxıb yoxa çıxmağın mənası yoxdur. Başa düşdüm. Məni bura niyə çağırmısan? Məni izləyirlər. Niyə əlində bıçaq gəzirsən? Bıçaq mənim yoldaşımdır.
Bunu görən adam elə fikirləşər ki, bıçaq sənin yoldaşın deyil. Sən bıçağın yoldaşısan. Bu da səni satacaq. Ofisi tərk eləməyin heç nəyi dəyişmir. Məhz burada ələ keçə bilərəm, Nakamura. Elə sən də. Əgər kimsə arxamca gəlsə, pəncərədən atılıb qaça bilərəm. 7-ci mərtəbə olsa belə. Bəs sən? Mən ninja deyiləm. Samuray da deyilsən. Pilləkənlə və ya liftlə qaçmaq istəyən insan daha tez ölür. Ey, neynəmək istəyirsən? Yakudza rəhbərliyi Şamilin dərhal öldürülməsini əmr eləyib. Bunu gecikdirmək olmaz. Harda olduğunu bilmirəm. O Laləni oyundan kənarlaşdıra bilər. Biz milyonlarla dolları itirmək istəmirik. İstanbulda güclü falçılar var. Taparam. Nədir, mənə ələ salırsan? Yox, düz deyirəm. Xüsusi xidmət orqanlarının tapmadığı adamı axı mən hardan tapım? Amma sənin lalən var. Laləni tapmaq üçün sənə zəng eləyəcək. Ya da sənlə görüşəcək. Əgər görüşmək istəsə, sənə xəbər verəcəm. Mən bıçaqdan ildırım sürəti ilə istifadə eləyə bilirəm. Onun silahını çıxarmağa belə vaxt olmayacaq. O mənə də problem yaradır. Ölürsə qoy ölsün. Ofisdə bir iz olub olmadığını yoxlamağa gəldim. Heç nə tapmadım. Elə bugün Rodosa gedin. Orada görüşəcəyik. Yaxşı. Lalə yeni pasport alıb? Bugün çatdırılacaq. O başqa mənzilə köçəcək. O oyuna hazırdır. Yaxşı. Yakudza tərəfdən 3 nəfərik. Mən imperiyanın nümayəndəsiyəm. Lalə oyunçudur. Sənsə onun köməkçisi. Oldu, hə? Sənə oyunun vaxtını və yerini deyəcəm. Bir də bura qayıtma. Yandırmağa da ehtiyac yoxdur. Bilmək istəyənlər artıq bilirlər. Hər ehtimala qarşı bəzi şeyləri özümlə aparacam. Mən getdim. Sən də ələ keçməmiş tez Türkiyəni tərk elə. Sən qüdrətli dənizsən. Bugün sakit, sabah tufanlı. Tapıldı. Elif Hançer adlı Türk qadın gəmi ilə Rodosa gəlib. Bu da onun ünvanı. İkinci xahişiniz də yerinə yetirildi. Sağ olun.
Bağışla məni, ana. Serial Space televiziyasının sifarişi ilə dubləş olunub.